Yer kürəsində maqnit qasırğası təxminən 30 saatdır davam edir. Konkret.az qlobal infoya istinadən məlumat verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu xəbər yayıb. Alimlərin fikrincə, Günəş və yerə yaxın şərait geomaqnit qasırğasının tezliklə sona çatacağını göstərir, son 24 saat ərzində planetlərarası mühitin parametrləri əsasən pisə doğru dəyişib. Yer yaxınlığında Günəş küləyinin sürəti təqribən 400 km/saniyədən təqribən 700 km/saniyə qədər artıb. Yaxın saatlarda fırtınanın sarı səviyyəyə qədər zəifləməsi ehtimalına baxmayaraq, həm Günəşdə, həm də yerə yaxın kosmosda şərait normallaşma üçün əlverişli deyil. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən, buludlu olacağı, ara bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq səhər bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Bu haqda Yeni Sabah A Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 14-16 dərəcə isti, gündüz 18-21 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə ara bir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə ara bir duman olacaq. Şərq küləyi bəzi yerlərdə ara bir artacaq. Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz 17-21 dərəcə isti. Dağlarda gecə 4-80 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.